Bugün Səxavət Məmmədovdan danışacağıq. Allah rəhmət eləsin, dəyərli sənətkarımızdan danışacağıq və dəyərli sənətkarlarımız və onların belə deyək, müşahidə edəcək olan həm nəslin nümayəndəsi, həm də onun yaxın dostu buradadır. Respublikamızın əməkdar artisti Firuz Səxavət. Xoş gəlmisiniz Firuz müəllim. Və Əliyar Məmmədov. Xoş gəlmisiniz Əliyar müəllim. Çox sağ olun. Və Tarda Əliyar müəllimin oğlu Səxavət Məmmədov. Çox sağ olun. Biraz mikrofona yaxın danışarsınız. Hər vaxtınız xeyir olsun. Çox sağ olun, minnətlər. Kamanda isə Mahir Quliyev. Xoş gəlmisiniz Mahir. Çox sağ olun, minnətlər. Yaxşı olasınız. Deməli, nədir məsələ? Firuz, əslində Əliyar müəllimlə efir öncəsi biraz danışmışdım. Firuz müəllim bəlkə də belə deyim, hakim deyil mövzuya. İndi deyərəm Firuz müəllimə də. Birincisi, xoş gəlib, səfa gətirmisiniz. Çox sağ olun. Yurdumuzun insanı, yurdumuzun musiqisini sevən hər kəs bilir ki, onsuz da sizi tanıyırlar, sevirlər. Düzdür, Səxavət Məmmədovun qardaşları olaraq, yadigarları olaraq bir başqa sevirlər, amma həm də özünüz çox peşəkar sənətkararsınız, əməkdar artistsiniz, öz sahəsində çalışan xanəndəlik, milli musiqi sahəsində çalışan çox peşəkar sənətkarlarımızsınız. Xoş gəlib, səfa gətirmisiniz. Bu ayrı bir məsələ, bundan da danışacağıq heç. Necəsiz? Sağ olun, şükürlər olsun. Firuz müəllim, Xankəndindən gəlirsiniz. Bəli, Ağdamdan, Xankəndindən. İndi harda çalışırsınız hazırda? Mən əslində elə hər ikisində çalışıram. Mənim əsas iş yerim Ağdamdadır, musiqi kolleci. Aha. Amma Xankəndidə də bizim Qarabağ Universitetində də dərs deyirəm. Oran havası sizə düşüb ha, onu deyim sizə. Hə, mən keçən gün də bizim qonağımız oradan gəlmişdi. Dedi, əməlli başda cavanlaşırsınız ora gedəndə. Qarabağın havası hamıya düşür də. Necə olmalıdır hamı? Həqiqətən hava, su, gözəl. İnşallah gəlin sizə də düşsün də. Gəlin. Biz qonaq gələ bilirik də. Biz sizi kimi gedib orada. Gəlin. Gözəl, bəli. Onda gələcəm. Niyə olmur? Xankəndini mən sevirəm oranı. Çox gözəl şəhər. İnanın, çox gözəl. Ya doğrudan oranın havası insanları cavanlaşdırır. Bu doğrudandır. Əliyar müəllim, siz nə əcəb getməmisiniz? Gedərik, biz kəndi gözləyirik, görək. Kəndi gözləyirsiniz. Gələn inşallah hələ bir şey. İnşallah. Bəs burada siz tədrislə məşğulsunuz yoxsa sadəcə olaraq xanəndəliklə məşğulsunuz? Əliyar müəllimə gələndə dedim Əliyar müəllim, keçən dəfə mənə dedilər ki, Əliyar Məmmədov artıq demək olar elə belə oxuyur da, yəni oxumur, arada bir oxuyur, atıb bu sənəti. Elə gələn kimi onu soruşdum, dedi çox yanlış bir məlumatdır, onu sizə veriblər. Bu nə məsələdir? Nədir vallahi? Bilmirsiniz, hardan yaranıb özünüz də bilmirsiniz. Bəlkə verilişlərə gec-gec çıxırsınız, bəlkə bundan bağlı da ola bilər? Bəlkə də. Olar. Təbii ki, öz verilişlər az gedir. Az gedir deyəndə, baxın, siz çağırdınız, gəldim. Çağırmayın görə, nəyə gedim, hara gedim? Hə də, Əliyar da elə şey yox da, özü getsin, özü nə bilim, əslində sənətkarların hamısı hər yana özü gedir. İndi biz yəni, bu işin içindəyik də, özləri gedir verilişlərə, çıxır, istəyir radio olsun, istəyir efir olsun, televizor olsun, hamısını özləri gedir. Əliyar biraz gərək çağırasan, özü də məcbur çağırasan gələ. Məcbur özdə. Bir neçə dəfə demək lazımdır. Deməli, Əliyar müəllimin oğlu, həm də biz onu ötən verilişlərdə qonağımız idi, müşayiət edirdi və biz oradan da tanış olduq ki, həm də Səxavət müəllimin adını daşıyır, Səxavət Məmmədov və Tarda ifaçılığını davam edir. Səxavət, səsiniz var? Uşaqlıqda olub, indi amma... O keçid dönəmində itibsə, sonra yoxladınız, bərpa olmuyor. Neçə yaşınız var? Mənim 20. Amma 20-dən sonra qayıda bilir, hə, səs bildiyim qədərilə. Yox, o bilinir də, indi özü ifa ilə hiss eləyir ki. Ümid eləməz. Harada daha yaxşıdır ora. Bəs Əliyar müəllim, başqa övladlarınızdan var mı sənətlə məşğul olan? Bəli. Kimdir? Biraz mikrofona zəhmət olmasa biraz yaxınca. Bəli. Bundan balaca Əmirxan var. O kamança. O da yaman sağ. Nə əcəb bəs Əliyarla, Əmirxanla gəldi? Onun tədbiri vardı bir. Həm də ki, hələ 11-ci sinifdə oxuyur. Düz belə çalır biraz. Amma onun tədbiri vardı. Nə bu, yenilə bağlı. Nə gözəl. Firuz müəllim, sizdə kim var davamçı? Yox, bizdə bu sənətlə məşğul olan yoxdur. Nə əcəb? Hətta nəsildə bu qədər var da, qardaşlar var, qardaş balaları var, bacı balaları var, hamısı. Bəli. Bəsdir də, nə qədər var? Mən eşitdim bəli, dedilər bacınız uşağı da məşğuldur, hə? Hə, o rayonda yaşayır. Qız yoxsa oğlan? Oğlan. Oğlan. Hansı Mənsum müəllimin tələbəsidir?
Heç biri. Amma Yox, biraz gediblər, yox, Şəhriyar da ola bilər. Biraz getdiyəndə onu Aha. deyirlər. Onun da səsi istədi yoxlasın, biraz azmaz var idi, amma sonra gördü yox. Yəni səsi ilə açılmır, eləmir. O da yəni əslində aralandı bu sənətdən. Aha, aha. Amma qardaşım oğlu, o Səxavətin oğludur, Şəhriyar. Səxavət müəllimin oğlu Hə, əvvəl biraz oxumaq istədi, amma səs Heç onu biz bilmirdik. Hə, biraz məşğul oldu, sonra aralandı. Amma digər qardaşım Sadıq var, onun oğlu Anar oxuyur o. O oxuyur. O Bəs oxuyur. Səxavət müəllimin oğlu neçə yaşındadır Şəhriyar? Hə, 30-dan yuxarıdır. Ha, yəni vaxtında Başda. biraz istədi. Hə, əvvəllər. Bəs o digər oğlu hansı ki biz tanıdığımız Bəxtiyar? Bəxtiyar, yox, o heç əvvəldən bu sənətdə olmayıb. Biraz efirdə Tamam başqa. aparıcılıq kimi onu gördü. Bəli, bəli. Onun Uşaq sənəti vaxtı- başqadır, o diplomatdır. Yəni Eşitdiyim qədər xaricdə yaşayır. o Amerikada yaşayır, bəli. Aha, yəni Səxavət müəllimin 2 övladı var, düzdür? Yox, 4 övladı var. Onun 3 oğlu var, bir qızı var. Maşallah. Bəs digər oğlu Yox, onlar qızı? başqa sahədə, yəni onlar Heç birisi bu heç sahədə birisi deyil. bu sahədə deyil, bəli. Deməli, Firuz müəllim, gələndə Eliyar müəllimə biraz danışdım. Mənim dinləyicilərim bilirlər ki, Yurd FM-in dinləyiciləri bilirlər. Ətrafımda olan çox insanlar da bilirlər bunu. Bir qəribə bir şəkildə hara getdim, Səxavət müəllimin adı məndən əl çəkmədi. Yaxşı mənada əl çəkmədi. Ki elə bir bunu bir özümə vəfa borcu bildim ki, mən bu veriliş Səxavət müəllimlə biraz danışaq, veriliş eləyək. Mənim anam Səxavət Məmmədovu çox sevirdi. Hətta mən bayaq Eliyar müəllimə dedim ki, mən heç Səxavət müəllimin balaca idim, heç indiyə kimi onun bir mahnısını açıb şəxsən adını yazıb qulaq asmamışdım da. Sadəcə anam onu çox sevirdi və dünyasını dəyişəndə mənim anam kədərlənmişdi, hətta ağlamışdı. Və qəribə şəkildə o insan mənim yaddaşımda gözəl insan, gözəl sənətkar kimi qalıb ki, onsuz da belədir. Və verilişdə hansı qonaq gəldisə, söhbət gəlir Səxavət müəllimə çıxır. Harda otururam, bir iş söhbət edirəm, Səxavət müəllimə, yəni heç o adamların bu sahəyə aidiyyatı yoxdur. Gəlir. Nə bilim, oğlu Bəxtiyar tanışdı. Taksiyə minirəm, dönürdür ki, Aysel xanım, bəs Yurd FM-dən Səxavət müəllimi ilə sevirəm. Arada o mahnısını, bu nədir deyirəm, elə bir gəldim müdiriyyətimizə dedim ki, yox, Rüstəm müəllim, bu Səxavət müəllimin adı, ruhu, sanki hara gedirəm qarşıma çıxır. Bir efir eləyək və düzdür, onsuz da indiyə qədər çox eləyiblər bu verilişləri. Hər birinizdən ayrıca özünüzlə də bağlı verilişlər olur. Amma bu radioda bilmirəm olmuşdu yoxsa yox. Dedim ki, bir də bir Yurd FM-də Səxavət Məmmədova bir yad edək. Siz qardaşlar olaraq onun ifalarından səsləndirək. Ondan biraz danışaq, dinləyicilərimizə yaddaşını təzələyək. Aysel xanım, çox sağ olun. Mən onu qeyd edeyim ki, həqiqətən bu təkcə sizlik deyil. Yəni dəfələrlə Səxavət haqqında istəyir radio olsun, istəyir efir olsun, verilişlər çox olub. Düzdür, özdə onun, mən bunu həmişə deyirəm efirlərdə də, siz onu düz qeyd edirsiniz, bunu ancaq Səxavətin özü qazanır. Həmin sənətinə görə, həmin insanlığına görə, həmin sənətinə görə xalq onu həqiqətən də, bugün 34 ildir artıq o həyatda yoxdur, amma həqiqətən mən inanmıram onun qədər sevilən bir sənətkar olar. Çünki yenə deyirəm, o insanlarla həmin münasibətdə tanımayan, siz yaşlı adamlar görməmişsiniz onu, amma elə insanlar evdə valideynlər danışır, elə bir siz tanıyırsınız, yəni onun özündən də gəlir. İndi orada düzdür, indi biz qardaşlar da hardasa məsəl üçün yəni pastan, yəni ifa eləyirik, oxuyuruq, daha çox məsəl üçün yada düşür. Amma ən başlıcası onun özüdür. Özüdür, ona görə də yəni ondan verilişlər çox olur. Mən inanmıram ki, yenə deyirəm, ikinci bir sənətkar haqqında bu qədər veriliş ola. O da yəni yenə deyirəm, xalqın, insanlarımızın ona sevgisindən irəli gəlir. Və çox qəribədir, o 37 yaşında dünyasını dəyişir. 38 tamam olmamışdı. 38 olmamışdı. Və neçə il sənətdə oldu Səxavət müəllim? Elə 38 isə bunun bir 17-si, 15-16 uşaqdır. Uşaqdır. Hə də, bir 12, 20 il. 20 il olmasa da bir 18 il professional səhnə deyək. Yəni 18-19 il cəmsi səhnədə oldu. Və insan dünyadan köçəndən sonra daha da məşhurlaşdı sanki. Həqiqətən. Sənəti yaşamağa başladı. Çox qəribə bir şeydir. Nə bilim, bu da bir... Bu da Allahın qismətidir. Yəni məncə sənətkarlıq bir yana gözəl insanlığı ilə də yaşatdı o. Deyir, insanlar dünyadan köçəndə ölmürlər, unudulanda ölürlər. Və çox qəribə, düzdür, sizin rolunuz çox böyükdür bunda. Amma yəni siz olmasaz da yaşayacaqdı, amma bir faizində bir azlıq olacaqdı. Yəni qardaşlar olaraq onu daimi yad edirsiniz. Sizi görəndə o yadımıza düşür. Məsələn, oğlunuza adını qoymusunuz Səxavət Məmmədov, yenə böyüyür. Yəni bir Səxavət Məmmədov böyüyür. Çox qəribə və gözəl bir xatirələrdir. Birazdan danışacağıq onda. Mən istəyirəm ki,
Səxavət Məmmədovun sənət yolunu bir çoxun dinləyicilərimiz də bilirlər. Necə olub, hansı işlər görüb, hansı ifalar səsləndirib. Amma uşaqlığından biraz istəyərəm, bu qardaşlıq xatirələrinizdən biraz danışarıq. Qonağımız Respublikamızın əməkdar artisti Firuz Səxavət və Əliyar Məmmədovdur. Tarda elə adının daşıyır Səxavət Məmmədov, kamanda Mahir Quliyev. aşkini salma nezardan aman hasretinden ölürüm gel bize güzelim aşkini salma nezardan aman hasretinden ölürüm gel bize sana çoktan vurulup bu deli gönlüm neyleyim ki haberim yoktu haberdan gelmene naz eyleme ay deli ceylan o kara gözlerine olmuşam heyran gelme naz eyleme ay deli ceylan aman o kara gözlerine olmuşam heyran. Dilksar menzil yol zülfü perişan olmuş Nala cilmi ki asılmasına ferman olmuş Şahsen mülkü melahette sana kullar çok Bir yoldur ki varım Bir yoldur ki varıp Mısır'da sultan olmuş Ay canım aman aman
başı günü ya həşr günü yaxmayalar. Rəhmət başı günü həşr günü yaxmayalar. Ki bu dünyada əsiri qəm hicran olmuş. Adam əvvəl səri köyün verib almış cənnət. Eşidib tən mələk sonra peşiman olmuş. Ay canım, ay canım. Sev məni, ay sevir məni, faytona mindir məni. Apar eşqin bağına, doyunca dindir məni. Pari pari parvar diyar, perdəçiyəm mən. Pari pari parvar diyar, perdəçiyəm mən. Əlini ver əlimə, gör nəsiyəm mən. Əlini ver əlimə, gör nəsiyəm mən. Eşqin bağı həmi-həmə, çayını qoydu demə. Könlüm həsrət qalıbdır, biri səni təkdir bərə. Pəri pəri pərvar diyar, pərdə dalınlar. Pəri pəri pərvar diyar, pərdə dalınlar. Əlini ver əlimə, eşqini bağında. 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 Ay teşekkür edirik. Çox sağ olun. Firuz müəllimi ifa etdi. Azərbaycan Respublikasının əməkdar artisti və tarda müşahidə etdi Səxavət Məmmədov və kamanda Mahir Quliyevdir. Bir növbəti ifa Əliyar müəllimdən gələcək inşallah. Ailədə neçə övlad olmusunuz? Ailədə 9 uşaq. Ay maşallah. Neçə qız, neçə oğlan? Demək 4 qız, Amma o vaxtı normal idi bu qədər uşaqlar. 5 oğlan. 5 oğlan, bir Səxavət müəllim dünyasını dəyişib, yoxsa? Yox, iki qardaşım. Səxavət sonra ibadət. Ondan çox sonra mı, az sonra mı? Yox, Çox sonra. 3 il olar. Tezəli cərimdir. Allah rəhmət eləsin, yer behişdə olsun. Bəs Səxavət müəllim bu sənətə gələnə qədər kimsə var idimi sənətdə? Xeyr. İlk Səxavət müəllim oldu. Ardınca siz iki qardaşlar davam etdiniz, düzdür? Çoxdur, həddən artıq çoxdur. O birisilər də davam Yox, eləyirlər. ümumiyyətcə götürürəm. Ümumiyyətcə deyirəm Səxavətdən sonra, Səxavət davamçıları çoxdur, həddən artıq. Kim var mənim maraqlı sizdən qardaş bacılardan kimi ifa eləyir başqa? Bilirəm, bəlkə mən qaçırmışam. Yox, ailəmizdən qardaş. qardaşım uşaqları dedikdə Bayaq onu yox, siz qardaşlar bacılardan danışıram. Yox. Sadəcə siz ikiniz davam elədiniz də. Səxavət müəllimlə bağlı bir uşaqlıqdan xoş xatirələriniz necə birisi idi? Uşaq vaxtından mən biləni, hətta qulaq asdığım müsahibələrdən də bilirəm ki, avtomobili çox bərk sürülmüş. Bərk sürür, idarə edirdisə, Nətər bərk? sürətli idarə edirmiş. Yox, elə deyirlər ki, çox yaxşı sürücüydü. Yox, elə bəs deyir ondan da oturanda Allaha dua edirdi, Allaha çağırırdı. Yox, yalan. Kim deyir onu? Doğrudan. Onları bir neçə il mən bir yaşamışıq da. Əliyar daha çox olub da o. Çox sürürdü maşını. Bəs sürürdü, Amma çox sürürdü. sürətli yox. Nə danışırsınız? O maşında otururdu, yatırda yazıq yorulurdu, oraya gedirdi ora. Deyirdi ki, yatıram ancaq tez durub verirdi, biraz ehtiyat sür, biraz ehtiyat, yavaş sür, tələsmə. Yox, tamamilə yanlış məlumat verir. Mən elə xatırlayıram ki, yox. hətta belə bir neçə də oxumuşdum ki, çox sürətli avtomobil idarə edir. Özü təmkinli insan idi, sakit insan idi, yoxsa? Bəli, çox sakit insan. Cavan, tez yaşda ailə qurub deyir, evlənib, yoxsa necə? Biraz danışardınız qardaşınızdan. Təbii ki, tez, bəli. Təbii də. 4 övladı varsa maşallah. 77-ci ildə ailə qurub da bu.
Nədir? 24 yaş eləyir də. Ha, Təxminən. erkən. 77-də. 77-də. Sevib ailə qurmuşdu yəqin ki. Bu cür Bəli. ifalar səsləndirən insan sevgi adamı Bəli. olar. Əliyar mənimdir. Bəli, bəli. Kim idi? Öz sənət yoldaşı mıydı? Kənddən idimi? Xeyr. Ya kətdən dördü, ya sənət yoldaşı dördü. Aha. Biz o vaxt Binəqəddə qalırdı da Səxavət. Aha. Əmmigildə, əmmi yanında. Elə orada görmüşdü orta məktəbi, ondan sonra sevmişdi. 4-5 ilə yaxın istəmişdi sonra. İstədi, sonra da evləndi. Ay nə gözəl. Səxavətin 78-ci ildə qızı oldu. Aha. Ondan sonra bir neçə uşaq oldu, oldu, tələf oldu, bəli. Ondan sonra Səxavəti yolda hara apardı, dedilər ki, tabi uşaq olmayacaq da. Aha. Onun bir müddət keçdi. Bu da oğlan uşağı çox dəlisi idi. Sözü düzün axtarsansa indi danışırıq da. Onda birincidən bir dənə övladı. Bir dənə ovladı oldu. Qız oldu. Qız oldu. Ondan sonra adam İkincidən- neçə illər keçdi. Aha. Sonra ikinci dəfə evləndi Səxavət. 84-cü ildə Bəxtiyar oldu. Aha. Bizim Ondan sonra, tanıdığımız. olandan sonra çox maraqlı. 4 il sonra 88-ci ildə Şəhriyar oldu. O birinci arvaddır. Səxavət uşaq Aha. vaxtından oxuyan. Yəni bu kətdə hamı bilir ki, bunun Yox, səsi var. məşhurlaşmaqdan danışır. Yox, məşhurlaşmaqdan o gəlib asosiyalara girib. Aha. Hacı baba müəllim onun müəllimi olub, Bəli. bəli. Və orada da oxuyanda da tələbədir də bu. Müəllimi ilə bir dəfə efirdə oxuyubdu. Orada bayaq Şirazın bir şöbəsini oxuyub. Müəllimi Aha. Bəmin oxuyub, bu da zilin oxuyub. Bəli. Ondan da elə tanınır Səxavət. Amma yəni məşhurluğu həqiqətən də Təbii Hacı ki. müəllim onu apardı və oradan başladı. Təbii ki də, bəli. Yəni Belədiyə. bu adam tələbə olaraq oxuya-oxuya, yəni bu sənətin içində olub, bu sənəti örgənə-örgə oxuyur. Təbii ki, o vaxtda indi kimi deyildi. Onda yaxşı sənətkarlar elə bir dəfə efirə çıxanda, onda da efir bir dənə idi, radio bir Aha. dənə. Bir dəfə efirə çıxanda məsələn bütün xalq onu tanıyırdı və sevirdi. Əgər yaxşı sənətkar. Əgər yaxşıdırsa. Hə, amma indi yəni indi çox çətindir. İndi görürsüz indi elə hamı efirdədir. Kim baxsan efirdədir. Yəni indi elə məşhurlaşmaq da çox çətin məsələdir. Çünki cəmaatın da yəni o elə musiqiləri, eşitbatları özümüz görürük də. Efirlərimizdə indi hansı musiqilər pusat gedir? O çox çətin yəni bir bu məsələdir. çətin, indi çox çətin məsələ. Ona görə O biraz çox qarışıq bir yəni məsələdir. mühit, yəni o dövrün mühiti və bu sənətkarlar cəmaət tez sevirdi, tez bilirdi ki, bu sənət nə sənətdir. Ona görə də təbii ki, Səxavətdə Deməli, siz Ağdamda böyüdünüz. Məcburi köçkünlüyü Ağdamı kəndində. Bəli, Ağdamın Gülablı kəndi. Abdal Gülahlıda. Gülablıda. Abdal Gülahlıda. Abda Gülablıda. Bəs orada böyüdünüz, məcburi köçkünlüyü yaşadınızmı, yoxsa ondan öncə gəlmişdiniz Mənə artıq? qədər. Əliyargil yox, Əliyargil tez Əliyar gəlmiş. müəllimgil tez gəlmişdi. Əsgərə gəlir, 84 Siz amma o dövrü yaşadınız. Hə, biz. Bəs ailədə yəqin ki 9 uşaq, maddi cəhətdən necə bir ailədə böyümüsüz? O vaxtı elə hamı bizim atamız yəni belə orta səviyyədə. Atam üzün bir qayda işləyirdi uzun. Aha. Anam işləmirdi. Sonra da meşədə istobraz İnşaat bir qaydadır. Yəni atam belə sadə bir insandı, amma yəni o vaxtı hamı normal ailə Yəni yaşayırdı. nə barədə deyirəm? O vaxt ümumiyyətlə sənətkarlar məşhurlaşanda və seviləndə az idilər deyə sayılıb keçirilirdi və birdən-birə doğrudan da həm də yaxşı pullar qazana bilməyə təbii ki. başladılar. İlk əli pula çatan Səxavət müəllim oldu. Bəli. Səxavət müəllim evin böyüyüdür. Bəli, evin böyüyü. İlk əli pula çatan Səxavət müəllim Bəli. oldu. Ondan sonra yavaş-yavaş artıq hər kəs gəldi, siz gəldi sənətə, davam oldu. Yox, Səxavətin vaxtında biz oxumurduq ki. Yəni mən uşaq idim, əllərdə yəni gəldi Bakıya belə. Yəni Səxavətin dünyasını dəyişəndən sonra oxumağa başladınız. yox, musiqi məktəbinə gedirdim. Mənim yaşım az idi. Yox, yəni ifaçılıq sənətini Oxuyurduq, yox. Oxuyurduq oxumağını. Orta məktəbdə Özü ilə də oxuyardık. bizi o qədər aparıb toylarda, şənliklərdə oxumuşuq belə. Amma yəni bir professional səhnədə olmamışdı da biz yemin edirəm, yaşı ilə bağlı balaca idi. Ona görə onda Səxavət özü idi. Yəni biz sonradan da elə oldu ki bu 91-ci ildə rəhmətə gedəndən sonra, ondan sonra da bir 3 il sonra hə mən əsgərlikdə idim onunla. Siz əsgərlikdə Mən idiniz. əsgərlikdəydim, Siz də yəqin ki Bakıdaydınız da. Və o deyilən o qəza, hətta bunu düzdür çox adam bilir, amma dinləyicilərimiz arasında bilməyən varsa da bu gün Səxavət müəllimlə danışırıqsa bir daha üzərindən keçərik deyə danışıram. Yuxu görür bildiyim qədərilə. Hardaydı o? İsraildə olanda. Heç mən başım sıxır. Efirdən zaten eşidirəm. Mən onu eşitməmişəm, bilmirəm. Siz onu bilmirsiniz. Elə Yox, yox eşitmişəm. Yox, deyir, Zümrüd də deyir. Zümrüd danışır ki, mənə danışdı Səxavət o şeydə olanda, xəstələri İsraildə olanda. Aha. Axırıncı rəhmətə getməmişdən 2 ay qabaq o İsraildə olub da. Və Uzun müddət 2 deyib ay ki, mən aparın səfəri yarımçıq qoyub. Orada xəstələnib eləyib, hə. Elində bu yoldaşlarının danışığına görə elə deyib də, yəni ki, deyib xəstələnib. Deyib mən qayıdıram Bakıya. Və qayıtdı, gəldi. Bir ay sonra. Toydan gələndə deyəsən qəza olur, düzdür? Hardan gələndə qəza olmuşdu?
Yox, onlar getmişdilər Səlyana. Onlar Üç dost. 3 dost. Bəli. O vaxt bu kooperativ işlər təzə yaranırdı. Aha. Nəsə bir şey yaratmaq istəyirdilər də bu İş görmək təsərrüfat kimi istəyirdilər. belə bir iş yaratmaq istəyirlər. Ora gedib oradan qayıdanlar. O işi orada düzüb qoşub. Sükan arxasında kim idi? Dostlarından biri olub. Ha, Səxavət müəllim deyildi. Yox. Və qarşıdan gələn avtomobillə toqquşmuşdular və Toqquşmalar. Allah rəhmət eləsin. Üçü də mi dünyasını Bəli, dəyişdi? bəli. Səxavətin ölümündən sonra inanırsınız, yəni ölümə adi baxırıq. Vallahi. Yəni əgər elə bir insanlar da rəhmətə gedirsə, indi düzdür hamının yaxını özünə əzizdir. Əlbəttə. Yəni o aydın məsələ. Amma Səxavət tək bizim evdə öldü ki, yəni Səxavət elə o deyir adam var, evdən gedir, adam var, eldən gedir, respublikadan gedir. Səxavət bütün eldən. Çünki onun elə insanlar onun yaşına gəlmişdi, elə insanlar heç biz tanımırdıq. Onun ancaq Səxavətə özünə görə gəlirdi. Yəni demək istəyirəm ki, Səxavətdən sonra ölüb də. İlk kim ölür deyirəm Allah rəhmət eləsin. Neysə ən Çünki acısını yaşadınız. ən acısını biz yaşamışıq, bəli, məsələ o. Ona görə həqiqətən də həyatın fani olmasını insan ən yaxınından sonra başa düşür ki, yəni nə etsək də bir gün öləcəyik. Ona görə bu Allahın əgər qismətdirsə, Allah belə yazıbsa, bunun üçün insan o qədər də pis olması da düzgün deyil. Çünki əgər biz əvvəllərə baxanda kimlər dünyadan gedib və bu günləri son dövrlərdə də biz Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizdə cavan uşaqlar 18-20 yaşında, 25 yaşında uşaqlar nə qədər biz anaların göz yaşı. Yəni bunlara baxanda, yəni ölüm nədir? Biz də öləcəyik də, indi bilmirik sabah bir ay sonra. Onu Allah bilir. Ona görə insan yəni gəlir biraz hər şeyə nə bilim bir real baxsın. Ki bu həyatdırsa, bu həyat biz ölümlü dünyadır. Bəli. Allah rəhmət eləsin. Allah rəhmət. Həqiqətən də deyirsiniz ki, o bəlkə də Səxavət dünyadan köçməsi də atam-anam daha çox yaşayardı. Övlad dərdi çətindir. Allah heç kim övlad dərdi ilə sınamasın. Ən kiçik övladın neçə yaşı vardı Səxavət müəllim dünyasını dəyişəndə? Səxavətin kiçik evladının Ən kiçik nə balaca olardı Orxan yəni idi, ki? balaca idi. 2 yaş olmazdı. 1 yaş yarımızadı belə. Demək, deyim də 2 yaş, nə qədər 3 yaş yoxdur. 89-91 2 yaş. 4 övlad qaldı geridə və siz qardaşlar olaraq yəqin ki. Təbii ki, bazardığımız sahib qədər çıxdınız. şey elədik. Şükür Allaha. Sən ölən Allah rəhmət eləsin. Hamının Hamı evlat da yaşayır. böyüyür, hamı Vaxtsız yaşayır. gedəni olur. Yoxsa uşaq da Təbii ki, böyüyür. hamı böyüyür. Amma onsuz da bu dünyanın bir reallığını hərə öz inandığı kimi qəbul edir. Hə, Təbii ki, hərənin hə. bir inancı var. Məsələn, mənə görə bizim ölüm tariximiz öncədən bilinəndə yerdə qalan o ömrü necə yaşayacağımızı biz seçirik artıq. Əməllərimizlə, düşüncəmizlə. Amma yəni bir 37 ili o heç bilməzdi ki, ömrü bu qədər qısa olacaq. Təbii ki. Amma 37 ili bu qədər gözəl yaşamaq Bəli. hər O da kəsə Allahın nəsib qismətidir, olmur inansana. yəni. O da Allahın işidir. Mən deyirəm ki, insan heç vaxt düşünə bilməz. O onu düşünmədən eləyir. Yaşamağa da, sənəti də ona Allah verib, amma insanlarla münasibətə və Amma o qəlbi necə onun. yaşamağın. O O yaxşı qəlbi ürəyi ona onun. verir. Mən bir söz deyim. Amma özü eşidirsən, bilirdi ki, bu gün yaşayacaq. Özü bilirdi ki, bu gün yaşayacaq. Nəyə görə? Hərdən söhbət düşürdü. İndi adını demişəm, bəzi oxuyanlar vardı. Danışdılar ki, bəs belə Səxavət belə eləyir də, belə adlı sanlıdır. Mənim ona nə əməksikdir. Mən onu gəldim evdə dedim ona. Dedim filan kəs belə deyir, indi adını demirəm də, həmin adam yaşayır. Belə baxdı, yavaşca güldü. Dedi ki, hələ deyəndə ona denən ki, sən elə müvəqqəti yaşayırsan, amma mən nə qədər Azərbaycan var, onda yaşayacağam. İndi bugün baxıram ki, bu günü o görürmüş demək. Əslində niyyət elədiyi həyatda ona nəsib Aynen. olub da yəni. Allah O razı onu olsun. niyyət edirmiş, o nəsib oldu. Onlar buna demək istəyir ki, yəni ki, mən də sənin kimi yaşayıram, adlı sanlıyam, mən də oxuyanam, mən də... Səxavətə çox hörmət eləyirdilər insanlar. Başa Nə düşdük. qəşəng sözdür. Səxavətin Mən nə sözü- qədər Azərbaycan Səlyanın sözündə həqiqət var. Səxavət bu günləri indi biz deyirik də bu gün məsəl üçün mən bu sənətimizin bu vəziyyətə gəlib düşməsinə and olsun Allah o qədər təəssüflənirəm. Çünki sənətkarın belə deyək ki qədir qiyməti çox düşüb aşağı. İnsanlardan söhbət gedir ha. İnsanlarımız o vaxt məsələn mən Səxavət görmüşəm də. Səxavət gələndə hamı ayağa dururdu. Hamı ona hörmətlə, izzətlə. Səxavətin bir kəlməsini indi bu saat hər şey maddiyyatlandı. Bəli. Amma o vaxtı onu bir kəlmə sözünə nələr eləməzdilər. Yəni Bax, hər hökumət onda adamları həqiqət onlar da var. onu çox istəyirdi. Onda doğru Amma indi belədir. yox, yəni o baxımdan onu qazanmışdı da demək Asiyə istəyirəm. xanım, bir dəfə maşınla gəlirdik Səxavətlə. O arxada oturmuşdu, mən də sürürdüm. Mikrofona biraz zəhmət olmasa Əliyar müəllim. Aha. Bir dəfə xaldandan keçirdik.
Aha. Siz benzin nə qədər var? Dedim az. Dedi dön zapravkaya. Döndüm zapravkaya. Aha, yanacaq doldurma məntəqəsi. Ya bəli. O şey O vaxt işlaq tutur. işlaq tuturur da. O biraz aralıydı orada. Gəl ki pul verib, gəlib tutaydı. İşte gəldim şlank belə qoydum maşına. Getdim pulumu verdim. Qaydanda o pul alan belədir. Səxavətənin maşınındadır. Tam da tanıyırdı onu. Dedim ki, hə, dedim, hə. Hə dedim, gəldim. Gəldim şlankı tutdum. Üzbəüz Astanovka idi. Aha. Oradan kiməsə mağazina çağırdı ki, ay, bilmirəm kim filan kəs. Səxavət başındadır. Ay ay ay. And olsun Allaha. Mağazindəki o Astanovkadakı cəmaət nətər gəldisə, o vaxtı elə bir ki, biz içimizdə idin. Bir elə bildik ki, Səxavətdir də. Fərqində deyildiniz də. Hamısı Səxavət bəlimdə də. Bəlkə ola 50-100 adam toplalaşdı. Oy oy. Bax, and olsun Allaha. Belə Sənəti ilə bərabər o səmimiyyəti ilə sevdirirdi bəli, özünü. səmimiyyəti Ümumiyyətlə səmimiyyət yəni çox önəmli bir şeydir. bəli. Çox önəmli bir şeydir. Hətta bir xatirəsində danışırlar ki, o toyda kasıb bir qadın deyib oğlum. Çox olub elə şeylər. Çox olub. Səxavətin üstünə gələni o heç vaxt geri qaytarmayıb. Allah. bəli, İsmailə də deyəsən. Tamam başqa bir şeydir. Əl Ona açıq görə də- olub həm də çox əl açıq Çox olub. əl açıq, bəli. həddindən artıq. Bəli. O axır vaxtlar mən inanıram ki, o bəlkə də yaşasaydı ürəyi də partlayardı. Çünki o 91-ci ildə, 90-91-ci ildə o vaxtlar bu hadisələr başlamışdı da. Kəndimizdə məsələn bizim 9-dan başlamışdı. hə, o vaxtdan bizim kətlərdə postlar olurdu axı. Sərhəddik. Postlarda dururdular kəndin cavanları, özləri gecə-gündüz postda dururdular ki, birdən biz özdə bizim kəndimiz elə yerdik ki, Hər tərəfimiz erməni. 3 tərəf ermənidir, bir dənə Ağdama açıqdı. Dağların dalı hamısı erməni kətləri idi. Yəni cavanlar durdu. O gecə ilə gəlirdi məsələn rayonlara yaxın toylar olanda. Gəlirdi indi silahdan, sursatdan, patrondan arı uşaqlara verirdi. Özü kəndi gəlirdi, gecə postda durdu onlarla. Özü. Allah. Yəni o qədər o bağlı idi. Heç onun ağlına gəlməz ki, o görmədi də 91-də o rəhməti getdi, İşğalı görmədi. 92-də bizim kənd işğal oldu. Demək istəyirəm ki, yəni o qədər də torpağa vətənə bağlı idi ki, elə Allah Taala onu da ora qismət elədi. O rəhmətə gedəndə biz onu kənddə basırıq. Bizim ağlımıza gəlməz ki, kənd alınar, rayon işğal olunar. O vaxtda bilirsiniz də ölkədə hərc-mərci idi. Yəni Bəli, heç bir bəli, kimə bəli. söz deyəsən bilmirdik ki. Ona görə biz onu məsləhət oldu ki, atam yazdı kəndə apara. Burada kimə müraciət edə? Burada cəmaət heç bilmirdi ki, nə arır. Biz onu orada dəfnlədik. Allah onu ora qismət elədi. Mən dəfələrlə deyirəm ki, torpaqlarımızın alınmasına mən həmişə inanırdım. Deyirlər niyə ki? Deyirəm ki, hə, əgər Səxavət o torpağa qismət olsa biz ora gedəcəyik. İnan mənə. Yəni mən o şeydən də sonra gedəndə dedim ki, yəni o gördünüz, yəni 30 il keçməyinə baxmayaraq amma biz getdik o torpağa. Qayıtdıq da, getdik onun elə qəbrisində də ki, mən həmişə deyirəm ki, yəni o bizdən etibarla çıxdı. O torpağında qaldı. Çox torpağın çox dəlisi. Evet, Gedirdi xaricə. Nəsə. Demək zəng eləyirdi icradan zaten evə ki, nə var nə yox. Demirdi evdə nə var nə yox. Deyirdi kətdə vəziyyət nətərdir. Nəfəs hə torpaqla nəfəs Və alırdı. çox çətindir ki, valideynləriniz də övladını ziyarət edə bilmədilər. Bəli, elə onu deyirik də, çox heyfsləndilər sonradan ki, niyə apardıq ki, biz nə bilək belə olacaq, heç kim bilmir ki. O da bir xoşbəxtçilikdir ha ki, əzizin rəhmətə gedib üstündə birdən ona bir yad edəsən, gedib sakitləşib gələsən. Onun həsrətini belə çəkmək. Amma onun həsrətini çəkmək o bir başqa dərddir. Çox başqa bir dərddir və Allah heç kimə qismət eləməsin. Amin. Və belə bir oxumuşdum, o da bilmirəm yanlışdır yoxsa yox. İşğaldan azad olunanda torpaqlarımız əsgərlərimiz birinci Səxavət müəllimin məzarını tapmışdılar. Yəni heç nə olmamışdı. Tapmışlar da Səxavətin məzarını. Yəni rast gəlmişdilər Rast də, onlar belə bilirdilər, gedib görüm ziyarət eləmişdilər. Bilən olmasa biz ona başdaşı qoymamışdıq. O bilən olmuşdu, bizdə Bəxtiyar. O bilir. Kəndimizdən getmişlər. Başdaşı qoymamışdı, yəni çatdıra bilmədi. Yox, qoymadıq da. Onda şey gedirdi, atırdılar, çətin idi. Dedi bu sakitləşsin qoyarıq. Da sonra da işğal oldu. Evdə qaldı hardasa bir. Hə, başdaşını bir düzəltdik. 17-18 il qaldı evdə sonra da. Vay, deməli başdaşını düzəltdiniz. Qaldı evdə, Bakıda. Qaldı. Məzar daşını heç qoya bilmədiniz və artıq işğal olundu. Ay necə acıdı, necə acıdı bir valideyn üçün. Təbii ki. Heç bu qədər xırda, yəni neçə Nənəm ildə onu görürdülər də, onu axırı da onu oradan ləğv elədik. məzar daşını nənə qoymurdular ki, aparsınlar, qalırdı orada, hə? Hə də oradaydılar da
Axırı ləğv elədi. Axırı hardasa 17-ci ya 18-ci il idi. Bəs o necə tanıdı siz? O bilən birisini təxmini Kəndi- harda kəndimizin bastırıldığını adamı bilinirdi. Bəli, əlbəttə Bilirlər, bilirdik. Və sonra getdiniz məzar daşını yerləşdirdiniz. Yox, hələ götürməmişik. Gözləyirik ki, Kənddə kəndə yaşayış, buraxmırlar. Kənddə Hələ ora buraxmırlar. Abadlıq, yox buraxırlar, abadlıq eləməyə nəsə. Ziyarət edib gəlirsən kəndi. Hə, yəni nəsə bir Gözləyirik iş ki, görməyə qoymurlar. Hə, hələ. Amma Siz- getdi ziyarət elədiniz. Təbii ki. Nə hisslər Tez-tez də keçirdiniz? gedirik. İndi də gedirik. İlk dəfə kim getdi? Həftə mən İlk siz getdiniz. bir həftə 10 gündür alınmışdı kənd, getdim. Nə nədir orada? Neynədim? Ona da təsəvvür eləmək. Düz getdim, birinci qəbristanlığa getdim. Ziyarət elədim qəbristanlığı, hamısı səhabəti. Ondan sonra evimizə, kəndimizə, ümumiyyətlə. Vallahi o hissləri adam deyəmir. İnsan o hissləri ancaq yaşayır. Necə olar ki insan? Amma o necə xoşbəxt öz torpağında qaldı. Bəli, Siz əsrət qaldınız da o qalmadı ki. bəli. O öz torpağındaydı həmişədən. Həqiqətən. Deyirəm. Allah rəhmət eləsin. Yeri Allah behişt razı olsun. Dəyərli dinləyicilərimiz, əslində belə kədərli deyil bu verilişimiz. Heç bir kədərlənmirik. Sadəcə insanı yad eləmək xoşdur, gözəldir. Əzzini itirənlər bunu bilərlər ki, insan əzzini itirəndə istəyir ki, həmişə ondan danışsın. O əzzidirsə doğrudan da. Hara getsə istəyir ki, ondan sual versinlər, ona danışdırsınlar. Ki elə bir adam özünü bir növ yaxşı hiss eləyir ki, o bilir ki, mən onu unutmuram. O bilir ki, mən ondanam. Zaten bizim onsuz da elə hara gediriksə səxavətdən danışırlar. Siz bayaq deyirsiniz, tədbir olsun, toy olsun, konsert olsun, istəyir ölkədə, istəyir qıraqda. Vallahi mən hara gedirəmsə səxavətdən danışırlar. Siz bayaq deyirsiniz, məsələ də neçə onun sənətkar- yaşanmasında. Neçə sənətçi gəlib bura? Neçə sənətçi gəlib? Yəni uzaqdan uzağa tanıdıqlarının belə həyatında bir izi var, bir rolu Hə. var. Kimi tanıyıbsa orada bir iz qoyub Hə, gedib yaxşı mənada. İstəsək də unutmaq olmur. Bax, şəhərə çıxırsan, məsələn, filarmoniya getsən, orada nə qədər konsert verir, günlər gəlir. Məsələn, maşını sürürsən, birdən 24 keçir yanından, onunla 24 o yadına düşür. Sonra yaşıl 16-sı vardı, maşını çıxan kimi düşür. Şəhərdə indi kafelər var, o vaxtından Stalov indi kafe olub da. Oradan keçəndə orada otururdu, o da orada otururdu, o yadına düşür. Bu qeyri-mümkün iş yaddan çıxartmaq. Küçələrə susapmışam, küçələrə susapmışam. Yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə geçsin. Elə gəlsin, elə geçsin. Aralıqda söz olmasın, aralıqda söz olmasın, söz olmasın. Sərvin boynun, bir çıx görün boynun. Sərvin boynun, bir çıx görün boynun. Ona qurban edim canı mən sənə. Qaşlar ey taqi qibləgahındır, fədə qılın dil imanı mən sənə yayaman. Aman aman, ah canım, ayman aman.
Adam gərək görsün haqqın yaradan. Adam gərək görsün haqqın yaradan. Hani sənin kimi bir pərizadə, mələkdən də bilməm səni ziyadə. Say etmərəm heç insanı mən sənə. Baxmaq ilə doymaq olmaz üzündən. Baxmaq ilə doymaq olmaz üzündən. Danışanda şirin şirin sözündən. Onun üçün gözümü çəkmirəm səndən. Müştaqam ey kam mən sənə. Gözəl biləsən tək şux sən gərək. Həm dəmdə həm özünə tən gərək. Sənə Vaqif kimi dərd bilən gərək. Sənə Vaqif kimi dərd bilən gərək. Layiq bilməm hər nadanı mən sənə. Aman aman yarım aman aman ey aman. Aman aman ah ay canım ay aman. Yenə payız gəldi qonaqlar kimi. Soldu məhəbbətim yarpaqlar kimi. Yenə payız gəldi qonaqlar kimi. Soldu məhəbbətim yarpaqlar kimi. Ürəyi pıçıldayır, ürəyi pıçıldayır. Dodaqlar kimi, dodaqlar kimi. Küləkliyə belə əsirsən külək. Niyə ümidimi kəsirsən külək. Küləkliyə belə əsirsən külək. Niyə ümidimi kəsirsən külək. Sevgilim görüşən çağırmış məni. Mən necə yudum olub keçənim. Sevgilim görüşən çağırmış məni. Mən necə yudum olub keçənim. O deyir astaca, o deyir astaca. Sevmirəm səni, sevmirəm səni. Küləkliyə belə əsirsən külək. Niyə ümidimi kəsirsən külək. Küləkliyə belə əsirsən külək. Niyə ümidimi kəsirsən külək. Küləkliyə belə əsirsən külək. Niyə ümidimi kəsirsən külək. Ay çox sağ olun, çox gözəl ifa etdi. Təşəkkür edirəm. Əliyar Məmmədov idi ifa eləyən əziz dinləyicilərimiz. Studiyamızın qonaqları, dəyərli insanları, dəyərli söhbətlər eləyirik. Yavaş-yavaş birazdan yekunlaşdıracağıq. Sonda Səxavət müəllimlə bir mahnı səsləndirəcəm. Biraz da söhbət eləyək. Əliyar müəllim, oğlunuzun müşayiəti ilə ifa eləmək gözəl bir hiss olar, hə?
Bu biri mikrofona zəhmət olmasa. Özü Səxavət ifa eləyəndə belə Əliyar mən belə diqqətlə ona baxır ki, görüm nəyi səhv edir, nəyi düz edir, hə? Bir atalıq olur burada deyəsən. Necə bir hissdir övladınızın müşayiətlə? Neçə dəfə olub efirlərdə rast gəlmisiniz bir-birinizlə, yoxsa? Az olubdu. Az olub. Az olubdu, bəli. Amma ilk dəfə belə sizin verişdə uğurludur. Aha. Hə, sizin verişdə olub. Amma deyim ki, Əliyar müəllim biraz daha çəkingənmi deyim, biraz daha özünə qapanıqdır. Amma Səxavət deyil. Kim oxşuyur? Firuz mənim sizə oxşuyur. Yox, mən baxıram, Səxavət maşallah yaxşıdır. Çox yaxşı. Yox, sən sənətdə gərək bu bizdə bir şey var, el arası gərək girişəsən yaxşı. Yəni istəyir musiqi olsun, istəyir oxuyur. Əliyar tanır, Əliyar. Çəkingəndir Əliyar müəllim. Amma Səxavət yaxşıdır. Mən görürəm dostları ilə də. Tez nə bilim belə YouTube-a qoyurlar. Konsertlərdə oxuyanları var Yusifdə. Yusif, qonağımız. Yaxşıdır. Efir vasitəsilə salamlayırıq. Salamlayırıq Yusif. Təbii ki, yaxşı olacaq. Mən inanıram ki, yaxşıdır. Yaxşı olacaq inşallah. Əsas da misal üçün bayaq dediniz ki, filan kəsdə səs var idi, amma yaxşı deyildi, özü uzalaşdı. Çünki bir növ Səxavət Məmmədovun nəslinin davamçısı olacaqsa, yaxşısı olmalıdır da. Yəni yaxşı deyilsə, Səxavət deyir ki, məsələn mənim səsim olmadı, keçdim. Gərək onu özü hiss eləsin. Səxavətin bir xoşbəxtçiliyi də odur ki, Səxavət belə fərdi dərs keçməyib. Çünki həmi indiki kimi deyil. İndi məsəl üçün o qədər də iştirak yoxdur. Belə ifaçılar konservator qutarırlar, kollec qutarırlar, gedirlər məsəl üçün dərs deyirlər. Amma o vaxtı bir dənə ansevzenal idi kollec. Orada da yaşlı insanlar məsəl üçün Hacı Baba müəllim, Nəriman müəllim, nə bilim yəni belə insanlar dərs deyirdilər. Heç Səxavətin vaxtı da yoxdur axı dərs deməyə. Gecə gündüz toylar, konsertlər falan. Demək istəyirəm ki, yəni o şərt deyil ki, məsələn, Habil Əliyev kimi sənətkar dərs deməyib, Yaqub Məmməd kimi sənətkar heç vaxt bunlar dərs deməyib, tədris eləməyiblər. Amma məsələ budur ki, bunların davamçıları elə əgər onlar kimi çalıb oxumaq istəyirlərsə, demək elə onun tələbəsidir. Mənəvi tələbəsi olaraq indi mən Səxavətə deyirəm ki, məsələn biz nə qədər görürük bütün rayonlarımızda, Şamaxıda, Laçında, nə bilim Ağcabəddə, digər bölgələrdə, Kəlbəcərdə Səxavət kimi oxuyanlar o qədər çıxıb. Yəni bunun ona sevgidən, ona olan oxumağına maraqdan irəli gəlir. Yəni mən onu əslində alqışlayıram. Bu adamın ona sevgisi var, istəyi var. Yəni amma indi siz deyirsiniz Səxavət kimi, yəni mən onu həmişə deyirəm, onun ən orijinal variantı bizik, amma bizdə Səxavət başqa şeydir. Səxavət mən onu amma Səxavət. O bir dənə gəldi, bir də getdi. Yəni onun kimi heç bir nə səs ola bilər, nə ifaçı ola bilər. Siz təbii ki, daha professional şəkildə qardaşınızın onsuz da oxuyurdunuz. Qardaşınızın sənəti deməyim. Səxavət müəllim ifaçı olmasa da siz olacaqdınız. O bəli, oxuyacaqdıq, amma biz Səxavət ola bilmərik axı, təbii ki. Biz də özümüz kimi. Yəni indi bu ana bir ata bir istər-istəməz bu oxşarlıq var. Mənə həmişə deyirlər, valla məsələn də müəyyən adamlar deyir ki, yamsılamaq deyil, bizim içimizdən bu oxumaq gəlir. Məsələn, Mustafa var, Mustafayev, Qədir kimi oxuyan. Bəli. O İncəsənət Gimnaziyasında mənim tələbəm olub. Mən ona qulaq asırdım, mən ona qəşəng muğamlar. O adam onda tanınmırdı. Hələ onda müsabiqə zad yox idi. Mustafa mənə deyir ki, müəllim, valla mənim bəzi adamlar deyirdi, amma mənim içimdən gəlir bu oxumaq. O istəmir ki, yəni. Amma onun dedim üçün bu da oxu da. Yəni o biri var ki, özünə qəsdən eləyə, biri var ki, amma bu içindən, ruhundan o gəlir. Bu insana bağlı oxumaq deyil gəlir. Onu demək deyil ki, bu. İndi təbii ki, o da Mustafa kimi oxuyur. Düzdür, çox oxşuyur Qədir, amma Qədir ola bilməz ki. O da Mustafa kimi yox. Onun içindən o elə ifə gəlir, oxuyur. Yəni onu da alqışlayırıq. Çox da yaxşı ifaçı. Yaxşı da eləyir. Səxavət Məmmədovun belə deyək, həyatı bir başqa idi. Təbii ki, dünyadan köçməsi bir başqa idi. Dünyadan köçəndən sonrakı həyatı bir başqa idi. Yəni özü keçsə də həyatı davam elədi də. Ən çox dediniz ki, Əliyar müəllim onunla bərabər bir evdə qalıb bir müddət. O dünyadan köçəniz o sənətdən küskünləşmədiniz ki? Yox, əlbəttə. Mən küskünləşdim. Bu hələ əskərlikdə idi xeyr. Siz ifa eləmədiniz, hə? Düzdür, toylarda da oxuyurdum, eləyirdim. Yox, bir 4-5 il yox. Heç oxumadım. Yox.
sənətkardır öz sənətində, amma daha efirə belə deyək də çıxanlar arasından Firuz müəllim daha çox oldu deyə biz bir növ Firuz müəllimi daha çox tanıdıq və Firuz müəllim doğrudan da həm qardaşını daha çox tanıdan, soyadını da hətta Səxavət götürdü. Hətta cavan indi də düzdür, indi biz Səxavət müəllim qocalığını, yaşlandığını görmədik, qocalıq demə, müəyyən yaşa gəlməyini görmədik də. Amma cavanlığınız da çox bənzəyirdi. Qardaşınıza daha çox desən siz bənzəyirsiniz. Düzdür Firuz müəllim? Elə ikimiz də. İkiniz də bənzəyirsiniz. Yəni bir növ görüntünüzdən də çox bənzəyirdiniz deyə. Elə bir xalqın gözündə bir növdə siz yaşatdınız. Allah sizə can sağlığı versin. Allah sizə ömür versin. Yəni öləndən sonra da o əgər anılırsa, yaddan çıxırsa o yaşamır. Əgər yaddan çıxmırsa həmişə deyirlər şəhidlər heç vaxt ölmür. Niyə? Hə, Çünki şəhidlər hər həmişə zaman xatırlanır anılır. və ona görə onlar heç vaxt ölmürlər. Hə, Ona hə. görə də sənətkarlarımız da düzdür, dəyərli sənətkarlarımız var ki, biz onları ifalarına xatırlayırıq, amma daim belə duyğularla danışılan neçə sənətkar var ki, çox barmaqla azdır. göstərmək Çox olar. azdır yəni. Ona görə də Səxavət Məmmədov məncə nə qədər ki Azərbaycan musiqisi, milli musiqimiz, keyfiyyətli sənət var, həmişə yaşayacaq və həmişə məncə onun bax o adı gələndə belə yaxşı bir insanla danışdığımızın fərqindəyik, gözəl bir insanla danışdığımızın fərqindəyik və çox gözəl bir hissdir. Belə bir qardaşa sahib olmağınız da gözəl bir hissdir. Sizin də bu sənətdə olmağınız bizim üçün gözəl bir hissdir. Çox sağ olun gəldiyinizə görə. Mən sizə təşəkkür edirəm. Minnətdarıq, sağ olun, çox sağ olun. var olun. Bir canlı ifa sizdən istəyirəm indi. Sonda da Səxavət müəllimin ifası ilə sağollaşacağam. İnşallah. Olur. Hələ ki Səxavət və Mahir. Təşəkkür edirəm sizə. Sağ olun, çox. Siz canlı ifa ilə başlayın, çünki mən anında canlı ifanız bitən kimi Səxavət müəllim mahnısını səsləndirəcəm. Tarda Səxavət Məmmədov idi, adaşı Səxavət müəllimin adını daşıyır. Kamanda Mahir Quliyevdovsa çox sağ olun. Həqiqətən də çox peşəkarsınız. Gənc olmağınıza baxmayaraq peşəkarsınız. Keçən gün müəllimləriniz buradaydı, Elnur müəllim, Elçin müəllim və onlara da dedim ki, halal olsun sizin tələbələriniz elə bir ki, peşəkar sənətkardırlar. Necə anında musiqi dəyişir, heç nəyə ehtiyac yoxdur. Bir himcimlə anlayırlar ki, indi nə etmək lazımdır. Çox sağ olun, yolunuz açıq olsun dostlar. Çox sağ olun. Firuz müəllim, yenə yəqin ki gedirsiniz Ağdama Xan kəndinə. Bizdən oralara çoxlu İşdəyəm, mən birinci gün işdə olmalıyam. Bizdən oralara çoxlu salam aparın. Gözəl torpaqlardır. Çox Allah sağ sizə olun. can sağlığı versin. Hər zaman qonağımız. Gəlin, nə vaxt ürənsiniz? Çox sağ olun. Dəyərli dinləyicilərimiz, qonağımız Respublikamızın əməkdar artisti Firuz Səxavət və Eliyar Məmmədov idi. Səxavət Məmmədovdan danışdıq bugün. Çox gözəl söhbətlər elədik. Sonda dəyərli sənətçilərimizdən, sənətkarlarımızdan bir canlı ifa işləyəcək. Ardınca elə Səxavət Məmmədovun ifası ilə sağollaşacaq. Özünüzə yaxşı baxın. Yurd FM-də qalın. Buyurun. Həday olsun canım sənə, həday olsun canım sənə. Orun baxan gözəl, ay evimin xan gözəl. Gözlərindən gözlərimə, gözlərindən gözlərimə məhəbbəti axan gözəl, ay evimin xan gözəl. İlahidən şux yardanıb, ilahidən şux yardanıb, tellər şanəsiz daranıb, tellər şanəsiz daranıb. Günəş kimi şölə sarır, günəş kimi şölə sarıb, şimşək kimi çaxan gözəl, şimşək kimi çaxan gözəl. Gedək bir qonaq qal bizim dağların qoynunda. Təbiətdən 100 ilham al bizim dağların qoynunda. Havası xoş, suyu sərin, məskənidir gözəllərin. Sarış gülahlının yerin bizim dağların boynunda.
Məşhəd ayaq quzu yalı, çökəyində salmış halı. Ziyarət et abdalı, bizim dağların qoynunda. İlk məhəbbət olar gözdən. Ey, ey, İlk məhəbbət olar gözdə, Qartal dağda, ceyran düzdə. Dağa söykənmişik bizdə, bizim dağların qoynunda. Mirəli axtar dünyanın, Qarabağa detay hanı. Misli cənnətdir hər yanı, bizim dağların qoynunda. Aman aman, yarım, aman aman. Qanım şahbudana, Nəsizlarsan belə bülbül, belə bülbül. Vəfasızdır yarın sənin, yanıb dönmə külə bülbül. Vəfasızdır yarın sənin, yanıb dönmə külə bülbül. Hər aşiqin devranı var, hər aşiqin devranı var. Hər bir bağın bağbanı var, hər bağçanın reyhanı var. Hər bir bağın bağbanı var, hər bağçanın reyhanı var. Rahimin öz cananı var, o benzənməz gülə bülbül, gülə bülbül. Rahimin öz cananı var, o benzəməz gülə bülbül, gülə bülbül. Rahimin öz cananı var, o benzəməz gülə bülbül, gülə bülbül. Rahimin öz cananı var, o benzəməz gülə bülbül, gülə bülbül. Gəlsən